Salam aleyküm əziz izləyicilər. İlkin Enes maarifləndirici kanalında xoş gördük sizləri. Video roliklərində gördüyünüz kimi Hyundai iX35 markalı avtomobillərdə peçin radiatorunun dəyişilməsi prosesini çəkmişik və usta məsləhət olacaq bu rolikdə. Həqiqətən də peçin radiatorunun dəyişilməsi məsləhətdir peç işləmədikdə, yoxsa indi dəbli olan peçin radiatorunun yuyulması bu markalarda nə dərəcədə effektiv olur, o haqda usta məsləhət olacaq və bu prosesi işli sökməklə etmək məsləhətdir, yoxsa el arasında desək, radiatoru kəsməklə bu prosesi etmək avtomobillərimizdə nə dərəcədə təhlükəlidir və yaxud deyil, bu haqda məsləhətlər olacaq. Tam video roliki kanalımda yerləşdirəcəm. Daxil olub, zəhmət olmasa baxa bilərsiniz, tam maariflənə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər.